Sizinlə Avropa xəritəsini öyrənəcəyik. Gəlin başlayaq bir rəqəminin yazıldığı ərazidən. Diqqətlə fikir versək, bu ərazi bizə Uzunboğaz çəkməni xatırladır. Və bu ərazi Roma ərazisidir, yəni indiki İtaliya ərazisi. Bu çəkmənin dabarının birləşdiyi hissə Yunanistan ərazisi adlanır. Digər bir tərəfdən də Yunanistan ərazisinin yanında duran düzbucaqlı formasında olan ərazi Türkiyə ərazisidir. Gəlin indi sol tərəfə baxaq. Sol tərəfdə baxsaq 4, 5, 6, 7 rəqəmlərinin sıralandığını görürük. Biz bu hissəni, yəni 4, 5, 6 rəqəmlərinin durduğu hissəni if adlandıracağıq. Gəlin açaq. İ, İspaniya, F, Fransa, A, Almanya və Almaniyanın yanında duran bu ərazi Polşa ərazisi adlanır. Digər rəqəmimiz 8 rəqəmimiz Fransanın üstündə, yəni 5-in üstündə duran ərazi İngiltərə ərazisi adlanır.